gedən Cəllabad rayonunun Pirvonli çıxışı və Hacıvat kəndinin giriş hissəsində zibil atıntısı bərbad günündə idi. Şikayəti nəzərə alaraq çəkilişlər aparılmışdı. Bugün Ağdaş Sovetinin Bələdiyyə Başkanı Şəmsəddin müəllim sağ olsun öz vəsaiti ilə həmin bu ekoloji problemi aradan götürdü. Çox sağ olsun, minnətdar ol, təşəkkür edirəm. Salam millət. O 10 mərtəbəli özünü təriflətdirən Şəmsəddin kimdir? O Cəllabad rayon Ağdaş Sovetinin bələdiyyəsi. O özü bəy tərəfində yaddan çıxarılmış tərifi burada cəmaata niyə təriflətdirirsən ki? Hə? İş görübsən sən? Birinci Pirvon cəmiyyəti, Pirvon cəmaatı. Siz o zibili ora tökməkdənsə məktub ərizə yazın kütləvi şəkildə. Aparın qoyun onun qabağına. Dinə bura bir dənə zibil yeşiyi qoydursun. Məntəqələr qurdursun. Daha 20-ci əsrdir. Hə? İlham Əliyev zibili gətirib Pirvon şeyini atır. O Hacıvatla ərazinin çayın ərazisinə tökür. Hə? Ya Cəllabad rayon icra başçısı gətirir, səhər-səhər durur zibili gətirib ora atır. Hə? O atır, onlar ora atır. Hə? Bölgə rəhbəri özü götürür zibili, gətirir, atır, deyir orada Pirvonun yerində, orada hə, zibil məntəqəsi. Ora zibil məntəqəsidir. Şəmsəddin müəllim, sən gələn günü var ha. Sən gələn günü Pirvonun birbaşa zibil məsələsini həll eləməliydin. Yox, o Sovetliyin zibil məsələsini həll eləməliydin. Hə? O birinci günah, birinci Pirvonun cəmiyyətindədir. İkinci də səndədir. Hə? Gözləyirsən gələn bir 5 ildən sonra düzəldəsən. Hə? Yox, yox. Bax, zibil qutuları belə olur. Buradan göndərim sənə. Götürüb bura mədəni qoydu. İnsanlar da bilir. İnsanlar uşaq kimidir də. Hara qoysun? Cəmiyyət belədir. Körpə uşaq kimidir. Hara idarə eləsin, onu da eləyəcək. Bax, zibil qutusu. Mədəni. Atdı. Ha? Şəmsəddin, öyrədim sənə. Ha? Bax, öyrədim sənə. Bax, belə. Görsən mədəni. Görsən nə mədəni, bax. Göndərim buradan sizə. İlham Əliyev, sənə göndərim buradan. İlham Əliyev, sənə göndərim buradan. Başa salacağım ki, ay Şəmsəddin. Belə zibil qutuları kəndə qoydu. Hə? Bunu eləməliyəm. Ya düzələcəksiniz, ya işləyəcəksiniz, ya da rədd olub gedəcəksiniz. Özü təriflətdirmə 10 mərtəbəli tərif kimi. Elə bir toyda tərifi yadından çıxıb. Şəmsəddin müəllim dildən düşmür cəmiyyətin arasında. Şəmsəddin müəllim birinci bu zibil məsələsini həll eləsin. O bir yeşik məsələsini həll eləsin. Yaxşı? Elə eləyin ki, qarşıda ikinci videom gəlməsin. Məsələni həll eləyin.